16 yaşımda Formula 1 könüllüsü oldum. Herkese salam, mən Ceyhun və 11-ci sinif abituriyentəm. Bugün sizlərə necə 18 yaşım tam olmamış Formula 1 kimi beynəlxalq bir tədbirdə könüllü olduğum onun haqqında danışacağam. İlk olaraq toxunmaq istədiyim nüanslardan biri budur ki, 18 yaş tam olmamış iştirak etmək, qeydiyyatdan keçmək və s. kimi olarmı? Təbii ki də olar. Yəni 16 yaşınız tam şəkildə tam olubsa, təbii ki də keçə bilərsiniz qeydiyyatdan. Yəni məndə də elə idi. 16 yaşım tam olmuşdu. Hətta mən qeydiyyatdan keçəndə səhv etmirəmsə 15 yaşım var idi. Mən qeydiyyatdan keçəndə 15 yaşım var idi və ad günüm mayda idi. Çox az qalmışdı 16 yaşımın tam olmağına. Və ad günüm olandan sonra müsahibə başlamışdı. Yəni artıq 16 yaşımda müsahibəyə getmişdim. Yəni belə düzünü desək, mən könüllülüklərə Flex proqramı üçün başlamışdım. Yəni bir çoxunuzun da bəlkə bildiyi proqramdır, bəlkə də bilmədiyiniz proqramdır. Hamısından sırf o məqsədlə getdim deməzdim. Çünki yəni bir çoxunda mən əyləndim, yeni dostluqlar qazandım, yeni təcrübələr qazandım, beynəlxalq və yerli olmaqla. Yəni həqiqətən yaxşı ki də başlamışam könüllüklərə. Və ikinci toxunacağım nüans isə valideyn icazəsidir. Əgər 18 yaşınız tam olmayıbsa, valideyn icazəsi mütləq şəkildə lazımdır. Yəni əks təqdirdə siz könüllü ola bilmirsiniz. Çox təəssüflər olsun ki. Valideyn icazəsini bəs necə alırsınız? Valideyninizlə birlikdə asan xidmətə gedirsiniz. Valideyninizlə gedib həmən valideyn icazəsini alırsınız və çox rahat bir şəkildə artıq könüllü ola bilərsiniz. Formula 1-də bəzi pozisiyalar var ki, 16 yaşlı könüllülər də qəbul edirlər və əsas odur ki, siz qeydiyyat tarixini qaçırmayasınız. Çünki qeydiyyat tarixini qaçırsaz, bu periodların hamısından geri qalacaqsınız. Qeydiyyat tarixini qaçırmamaq üçün isə səhifəmi izləmədə qalın. Çünki qeydiyyat açılanda mən story ilə bölüşəcəm və hər biriniz qeydiyyatdan keçə bilərsiniz çox rahat bir şəkildə. Və bir çoxunuzun da bildiyi kimi Formula 1 yarışları əsasən sentyabr ayını əhatə edir və bir çoxunuzun da dərsləri olur sentyabr ayı müddətində. Əgər siz abituriyentsinizsə, xüsusilə də 11-ci sinifsinizsə, hər ikisini, yəni həm könüllülüyü, həm də dərsi eyni vaxtda apara biləcəksinizsə qoşulmanızı tövsiyə edərəm. Çünki əks təqdirdə qoşulmamanızı tövsiyə edərdim. Məsələn, mən hər ikisini də idarə edə bilirdim, həm dərs edirdim, təsəvvür edin könüllükdə belə dərs edirdim mən. Yəni ümumilikdə abituriyent olmağım mənə maneçilik törətmədi, əksinə motivasiya verdi. Sizin də hər hansısa bir suallarınız olsa rəylərdə bildirməyi unutmayın. Sağ olun, salamat qalın.